Belə bir sual paylaşmışdıq. Hansı rəngdə olan xanadakı və ya xanalardakı düzgün və yanlış fikirlərin sayı bərabərdir? Və qeyd eləmişdik ki, kim bu suala bir dəfəyə düzgün cavab versə, deməli o dəli kürün əlavə edilmiş hissələrini tam mənimsəyib. Çünki bilirsiniz ki, dəli kürdə əlavələr var. O məktəb dərsliyindəki hissə ilə əlavələr ikisi birlikdə bir 46 səhifəlik bir PDF-dir. İndi bu suala cavab verməklə özünüzü yoxlaya bilərsiniz. Tam əhatə olunub o hissə. Kim sualı görməyibsə, videonu saxlayaraq suala baxsın, cavabını müəyyənləşdirsin. Başlayaq birinci xanadan. Allahyar və ya adamları Cahandar ağanın tövləsinə girərək qəmərin yanını qırxır. Bu fikir yanlışdır. Çünki biz onlayn dərslərimizdə də geniş toxunduq buna. At çöldə idi. Çöldə deyəndə ki, yəni xalxalda idi. Tövlədə deyildi. Və Cahandar ağa da tövləyə girib görmür bunu. Çöldə elə uzaqdan görür ki, qəmər nəsə qəribədir. O hava hələ işıqlaşmamışdı da. Yəni buradakı tövlə sözünə görə bu yanlışdır. Qızını öldürmək istəyən obrazın gözünə öldürdüyü digər şəxs bacısı görünür. Bu doğrudur. Çünki Cahandar ağa Salatını öldürmək istəyirdi ki, Salatını niyə qaçırıb Allahyar və təmizəm, təmiz deyiləm söhbəti gedirdi orada. Sonra Şahnigarı öldürmüşdü axı Cahandar ağa o dınqıra süzənlərin məclisinə qoşulduğu üçün və burada Şahnigarın ruhu görünür bunun gözünə, xəyalı belə deyək də, xəyalına gəlir Şahnigar. Deyir ki, mənə qıydığın kimi buna da qıyma da. Gül kimi tərtəmiz qızı. Və Cahandar ağa da hətta axırda əsəbləşirdi ki, rədd olun ikiniz də gözümün qabağından. Salatın da belə qalır ki, ikiniz kimdir da? Yəni Şahnigarı bilmir axı o belə gözünə görünür. Deməli bu doğru. Növbəti xana. Molla Sadığın kafir adlandırdığı Əhməd özünün müsəlman olduğunu deyir. Bəli. Molla Sadıq hər fürsətdə deyir ki, kafir, kafir. Amma Əhməd də deyir ki, cəmaatı mən də sizin kimi müsəlmanam. Doğru. Cahandar ağanın atı heç vaxt at yarışında iştirak etməyib. Bu yanlışdır. Çünki Cahandar ağa Qəməri öldürməmiş. Orada öz-özünə belə danışır da, sən mənim sirdaşım idin, dostum idin, heç vaxt mənə baş aşağı eləməmsən o cıdırlarda, yəni at yarışlarında. Deməli, bu fikir yanlışdır. Cahandar ağanın qızını qaçırmaq istədiyini Həsənə deyən Allahyar ondan sığınacaq istəyir. Allahyar Həsəndən sığınacaq istəyir, çünki bilir ki, öz kəndinə getsə Cahandar ağa gəlib onu tapacaq. Amma deməmişdi Cahandar ağanın qızını qaçırıram. Hər hansı bir qızı qaçırdığını düşünürdü Həsən ağa və biləndə ki, bu Cahandar ağanın qızıdır və Allahyar bunu belə deyək də, alçaltmaq üçün qaçırdır, özünü arvad eləmək üçün yox, qovur onu. Deməli, bu yanlışdır. Əhməd Molla Sadığın evinin yerini pristava uzaqdan göstərir. Bu yanlışdır. Çünki pristav ona birincisi deyəndə ki, apar göstər evi, o deyir, mən hərrələnməmişəm onun qapısına. Pristav deyəndə ki, Cahandar ağanın da təbiri ilə desək, söz güləşdirmə, ondan sonra gedirlər, amma pristavın özü getmir də, o belə yolu, adamları gedir və bu uzaqdan göstərir adamlarına. Pristav qalır o zayejdə. Pristava göstərmir evi. Deməli, bu fikir də yanlışdır. Şamxal adada atasını tapanda o artıq ölmüşdü. Xeyr, Şamxalın Əşrəflə o qəbir üstündə olduğu epizodda Şamxalın təsəvvürünə gələn hadisələrdən bilir ki, o hələ ölməmişdi. Canı hələ üstündə idi və bir növ oradan o baxışını oxumaq olar ki, sən ki məni gəlib tapdın, bütün günahlarından keçirəm. Deməli, bu oldu yanlış. Pristav Göytəpə kəndinin əhalisi haqqında heç zaman yanılmayıb. Bu da yanlışdır. Çünki o qoruq məsələsi ilə bağlı Pristav kəndə gəldikdə düşünürdü ki, biraz cəmaatın üstündə təpinən kimi geri çəkiləcəklər və hətta cəmaat o kazakları meşədə ağaca sarıyanlar da öz əllərindən tutub verəcək ki, bunlar idi. Amma elə olmadı. Deməli, Pristav yanılmışdı da Göytəpə kəndinin əhalisi haqqında. Bu da oldu yanlış. Bizdən nə istəyir? Düzgün və yanlış fikirlərin sayının bərabər olduğu xanalar istəyir. Deməli, bu altdakı 2 dənə çıxırıq. Çünki burada 2 dənə yanlış, burada da 2 dənə yanlış. Üstdəki xanalarda isə bir yanlış, bir doğru. Bir yanlış, bir doğru. Deməli, bu sarı və mavi rəngdə olan xanalardakı fikirlər bizim üçün düzgün cavabdır. Daha doğrusu, bu üstdəki xanalar uyğun gəlir. Qeyd edeyim ki, 2026 çərçivəsinə əlavə edilmiş bütün əsərlərlə bağlı həm video dərslərimiz, həm sırf onlara aid onlayn sınaqlarımız hazırdır. Ümumiyyətlə, MİQ imtahanlarına və yaxud da sertifikasiya imtahanlarına hazırlaşan
sıfırdan sonacan bütün proqramı öyrənmək istəyən və hər bir mövzunun detallı, yəni bu formada olan suallardan ibarət sınaqlarını işləmək istəyən tələbələr 051 537 90 86 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərlər və yaxud da dərslərimiz, həmçinin sınaq paketlərimiz haqqında ətraflı məlumat əldə edə bilərlər.